Bəzən xəta tuturlar. Məsələn, çox namaz qılanlar görmüşük. Namaz qılan belə eləyir. Yəni, harada yazılıb? Harada yazılıb ki, namaz qılan günah eləməyəcək və günahdan məsumdur. Yox. Belə şey yoxdur ümumiyyətlə. Belə şey yoxdur. Namaz qılan da, qılmayan da, hicab bağlayan da, bağlamayan da, qoca da, cavan da, hamısı günah eləyəndir. Lakin ən xeyirliləri Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Kullu bəni Ədəm, Adəmin evladlarını hamısı, yəni hər Adəm evladı. O, xəta tutan var, namaz qılıb, əməllərində bəzi naqisliyi olan insanlara xəta tutanlar var. Ha. Sən də Adəmin evladısan da. Sən kimin evladısan? Arada danışanda məsələn deyirsən ki, Adəm evladıyı da, Adəm evladıyı. Və görürsən, biz də onu deyirik ki, Adəmin evladısan. Və Adəmin evladının vəsfi nədir? Kullu bəni Ədəm hatta. Hər bir Adəm evladı xətakardır.